Salam dostlar. Bu gün Araş Kompaniyasının sponsorluğu və təşkilatçılığı ilə çəkdiyimiz Dərindən Söhbətlər podkastına xoş gəlmisiniz. Bugünkü mövzumuz bir çoxlarının qorxduğu, amma eyni zamanda çox aktual olan mövzu dermatologiyada cihazlarla müalicə mövzusudur. Bugünkü qonağımız isə sahəsində çox uğurlu olan dermatoloq Sevinç Rüstəmzadədir. Salam Sevinç xanım, necəsiz? Salam, təşəkkür edirəm. Dəvətinizə görə böyük təşəkkürlər. Çox sağ olun ki, gəldiniz, dəvətimizi qəbul elədiniz. Sevinç xanım, izləyicilərimiz üçün özünüzü tanıda bilərsinizmi? Necə oldu ki, dermatologiya sahəsinə başladınız? Ümumiyyətlə sizi nə maraqlandırdı bu sahəyə? Əslində hələ universitet vaxtı oxuduğum zaman doğrudan da dermatologiya mənim üçün ən maraqlı sahələrdən biri idi. Düzünü desəm, əvvəl cərrah olmaq istəyirdim. Sonra isə bir müddət düşünəndən sonra bu sahəni seçdim. Məndə adətən rəfiqələrim gülürdü ki, qəsdən seçmisən bu sahəni. Burada nə palpasiya, nə perkusiya, nə auskultasiya yoxdur. Və bütün problemlər göz qabağındadır. Aha. Ancaq bu belə deyil. Əslində dermatologiyada diaqnoz qoymaq kifayət qədər çətindir. Ona görə ki, bizdə ümumiyyətcə 5000-dən çox tanınmış bir xəstəliklər varsa, dermatologiyanın payına düşən 3000-ə yaxındır. Yəni asan bir sahə deyil. Sevinç xanım, bəs necə oldu ki, siz sahənizi yönləndirdiniz cihazlarla müalicəyə? Bilirsiniz, mən xaricdə işlədiyim zaman artıq 2000-ci illərdə xaricdə bu cihazlar çox böyük uğurla dermatologiya sahəsində istifadə olunurdu. Və burada əslində məcburiyyət qarşısında mən bunlarla maraqlanmağa başladım və Azərbaycana qayıtdıqda gördüm ki, artıq Azərbaycanda da lazer cihazları var və bizdə də dermatologiyada və estetik təbabətdə bunların tətbiqi yayılmağa başlayıb. Düzdür, 2007-ci ildə belə tək tük cihazlar var idi şəhərdə. Əsas da onlar estetikada istifadə olunurdu. Lazerlər dermatologiyada, ya IPL cihazları dermatologiyada o qədər geniş yayılmamışdı. Mən isə dermatoloq olduğuma görə biraz qibtə hissi keçirdim. Mən hesab edirdim ki, bu cihazlar əsas dəri problemlərindən əziyyət çəkən insanlara bir xeyir göstərməlidirlər. Əvvəl cihazlar elə dermatologiya üçün hazırlanmışdı. Onlar dermatoloqlar üçün icad olunmuşdu. Sonra isə estetikaya keçdilər. Mən isə çalışdım onları geri dermatologiyaya qaytarım. Bəli, bir çox cihazlar ilk olaraq dermatoloji problemləri həlli üçün icad olunmuşdular. Sevinç xanım, neçə vaxtdır ki, podkast edirik və sosial mediada da mən özüm də dermatoloqları izləyirəm və görürəm ki, orta və ağır dermatoloji problemlərin cihazlarla həlli mümkündür. Amma niyəsə insanlar cihazlarla bu problemləri həll etməkdən qorxurlar. Hətta deyərdim ki, əvvəllər müalicəsi olmayan problemləri belə günümüzdə bu yeni cihazlarla həll etmək mümkündür. Sizin yanaşmanız necədir? Niyə cihazlarla müalicə bizim ölkədə hələ də az istifadə olunur? Birincisi, yəqin ona görə ki, insanlar məlumatsızdır. Bu haqda məlumat yaymaq çox vacibdir və əslində bu da bir təlimdir. Təlim yalnız həkimlər üçün yox. Hətta xəstələr üçün də keçirilməlidir. Bu birincisi. İkincisi, əslində mənim yanıma göndərilən pasientlərin əksəriyyəti mənim kolleqalarımla, yəni dermatoloqlar tərəfindən göndərilir. Niyə görə? Ona görə ki, bilirsiniz, cihaz hər bir klinikada ola bilməz. Bir çox klinikanın imkanı yoxdur. Və başqa digər klinikada çalışan həkimlər öz pasientlərini mənim yanıma yönəldirlər. Ona görə ki, bilirlər ki, cihazlarla, yəni lazer olsun, IPL avadanlığı olsun, işıq əsasında olan hər bir avadanlıq bəzi bir dermatoloji problemlərdə doğrudan da çox gözəl nəticə verirlər. Birincisi, ikincisi, dermatoloqlar bu pasientləri müalicəyə yönəldirlərsə də, ya cəlb edirlərsə də, təbii ki, onlar da məlumatlı olmalıdır. Yəni burada əsas rol məncə təlim oynayır.
Doktor, bəs sizcə hansı dəri problemi olan şəxslər üçün cihazlarla müalicə ən optimal variant sayılır? Bilirsiniz, bəzi dəri problemləri var, hansındakı yeganə bir üsul lazerdir. Məsəl üçün şərab ləkəsi ya ota nevusu. Burada bizdə heç alternativ bir seçim də yoxdur. Yəni bu pasientlərdə yalnız cihazla müalicə mümkündür. Digər xəstəliklərdə, məsəl üçün, biz cihazla yanaşı başqa bir müalicə də apara bilərik. Biz ondan yəqin ki, sonra daha ətraflı danışarıq. Məsəl üçün, melazma xəstəliyində. Digər xəstəliklərdə isə çox vaxt cihaz yalnız ikincili rol daşıya bilər. Əsas müalicə də, məsəl üçün, akne müalicəsində. Biz aknadan danışanda biz bilirik bu kompleks bir problemdir və təkcə bir üsulla nəticə əldə etmək olmur. Sadəcə olaraq bizdə burada həm dərman müalicəsi lazımdır, həm dəriyə düzgün qulluq və kömək edici vasitə kimi lazer müalicəsi. Lazer burada nəticəni daha da tezləşdirir, imkan yaradır ki, müalicədən sonra çapıqlar, izlər qalmasın və pasiyenti daha da rahatlaşdırır. Niyə görə? Biz bilirik ki, akne çox qəliz bir problemdir. Müalicə uzun müddət ola bilər və pasiyentlər uzun müddət nəticəni görməyəndə artıq müalicədən yayılırlar. Bu halda lazer nəticəni tezləşdirdiyinə görə pasiyentləri rahatlaşdırır və imkan yaradır ki, onlar müalicələrini kəsməsinlər. Doktor, bəs mənim üçün maraqlıdır ki, sizin üçün bu istifadə etdiyiniz lazer müalicələrindən ən sevdiyiniz texnologiya hansıdır? Bilirsiniz, bu sualı əslində siz birinci deyilsiniz, bu sualı mənə verirsiniz. Anadan soruşsanız hansı evlad daha sevimlidir, o nə deyə bilər? Hamısı. Hamısı. Təbii ki, bu diaqnozdan asılıdır. Niyə görə? Elə bir lazer yoxdur ki, bütün xəstəliklərdə eyni keyfiyyətdə nəticələr göstərsin. Və elə bir lazer yoxdur, hansı ki, bütün xəstəliklərdə tətbiq oluna bilsin. Lazer açarla qıfıl kimidir. Yəni, düzgün seçilmiş lazer pasiyenta o dərəcədə uyğun olmalıdır, nə qədər ki, açar öz qıfılına. Biz düzgün seçim etməliyik və o halda biz gözəl nəticə görürük. İkinci mərhələ düzgün parametrlər seçilməlidir. Yəni, həkim kifayət qədər təcrübəli olmalıdır. Doktor, elə mən də daxil olmaqla bir çox insan, deməli, üzündə hər hansısa bir problem yarandıqda ilk öncə kremlərə, serumlara üst tutur. Hətta gedirik mağazaya yaxınlaşırıq, mağazadakı satıcıdan, influencerlardan, sosial mediadakı influencerlardan, hətta ChatGPT-dən maraqlanıb kremlər, serumlar alırıq. Hətta bu yaxınlarda belə bir halla da qarşılaşdım. 30 yaşındakı bir xanım yaxınlaşdı və pigment ləkələrinə qarşı serum tövsiyə almaq istəyirdi satıcıdan. Bəs sizcə bu problemləri kremlərlə müalicə etmək mümkündürmü? Siz ləkəni nəzərdə tutursunuzsa, bilirsiniz, o asılıdır hansı ləkədən biz danışırıq. Əslində kremlar, serumlar, onlar müalicəvi vasitə deyirlər. Onlar qulluq vasitəsidir. Müalicə alandan sonra ya da ki, müalicə vaxtı pasiyent onu istifadə edə bilər və mən də məsləhət görürəm. Niyə görə? Ona görə ki, qulluq müalicənin mühüm bir hissəsidir. Sadəcə olaraq o müalicənin əsası ola bilməz. Və ləkələrin növləri var. Məsəl üçün, biz o günəşdən yaranan səthi ləkələrdən danışırıqsa, onların düzdür, görünüşü çox pis olar. Burada həm lazer istifadə etmək olar, ya da kimyəvi peeling istifadə etmək olar. Sadəcə olaraq kimyəvi peeling bütün dərini zədələyirsə, lazerlə bizdə imkan var ki, yalnız problem olan nahiyəni müalicə edək.
Və belə ləkələrdə doğrudan da lazer istifadə edəndən sonra, lazeri tətbiq edəndən sonra yalnız gündən qoruyucu krem lazımdır. Heç seruma ehtiyac da qalmır. Biz melazmadan danışırıqsa, məsəl üçün yaxlazmadan danışırıqsa, burada yanaşma tamamilə başqa olacaq. Biz müayinə keçirməliyik, səbəbini araşdırıb tapmalıyıq, lazım olan müalicəni tətbiq etməliyik və lazer burada müalicənin vacib, böyük bir hissəsi olmalıdır. Yenə də serumdan krem sadəcə olaraq qulluq vasitəsi kimi istifadə oluna bilər. Doktor, mənim üçün bir şey də maraqlıdır ki, bəs niyə pasientlər daha dərindən bu problemləri həll etməyə əvəzinə bu şəkildə səthi problemlərə üst tuturlar? Yəni kremlərlə, serumlarla bu problemləri aradan qaldıracaqlarını düşünürlər. Ona görə ki, biz hamımız nağıla inanmaq istəyirik. Sadəcə olaraq bu belədir. Bilirsiniz, çox vaxtı təəssüf ki, insanlar daha çox influencerlara, ya satıcılara inanır, nəinki həkimə. Məsəl üçün, olan bir hadisəni danışım, xanım gəlib, onun üzündə melazmadır. Melazma tam müalicə oluna biləcək bir problem deyil. Biz onu nə qədərsə kontrol altına alsaq da, maksimum azaldır. Onun hardası da izi qalacaq. Düzdür. Siz bu xanımla danışanda, məsəl üçün müalicə bitəndən sonra siz onunla danışanda, xüsusən xanım yüngül bir makiyaj istifadə edibsə, siz onun izini görməyəcəksiniz. Sadəcə olaraq mən həkim kimi biləcəm ki, orada belə bir məsələ var. Bir xanım yaxınlaşmışdım, biz melazmadan danışdıq. Mən dedim ki, melazmanı tam kontrol altına almaq üçün təxminən 3 il vaxt gedir. Bu demək deyil ki, xanım 3 il müalicə olunmalıdır. Xeyr, 3 il ərzində 5-6 aylıq kurslar olur və əksər hallarda biz 100% heç zəmanət verə bilmərik. Bu təbabətdir. Və əksər hallarda çox gözəl kontrol altına alınır. Xanım dedi ki, bu çox uzun çəkəcək, çox vaxt aparır, inanmadı. Ona görə ki, açığı onun xoşa gəlməz bir halı olub keçmişdə, başqa yerdə müalicə alırdı. Təəssüf ki, həkimə müraciət etməmişdi, hansısa estetist onu müalicə etmişdi və nəticə əslində fəsadla bitmişdi. Və mən xanıma izah edəndən sonra ki, bu mümkün deyil, kədərləndi. Məndən sonra o blogerə üst tutdu. Nəticəni başa düşürsünüz. Bahalı kremlər, hansısa ev şəraitində istifadə olunan vasitələr və ilahi və s. 3 ildən sonra xanım mənim yanıma gəldi. Yəni biz bu 3 ildə kontrola ala biləcəyimiz bir məsələni bu vaxtda itirdik. 3 il ertələdi. Yəni biz bunu sadəcə olaraq bəzən insanlar, pasientlərimiz düz sözü eşitmək istəmirlər. Deyirlər, belə bir cihaz var, götürür, ləkəni götürür, bir dəfəyə götürür, tam düzəlir. Mənim özümə də maraqlı oldu. Mən videoda baxdım. Bir belə deyək, sənətkarın müalicəsini və başa düşdüm ki, əslində düzgün tətbiq olunan lazer deyil və bəzən bəli melazmanı Q-switch lazerlərlə müalicə edirlər. Orada qaysaq yaranır. Qaysaq qopandan sonra doğrudan da üz ağ olur. 2-3 aydan sonra bu təzədən yaranır. Bu əslində bu müalicə deyil və daha pis vəziyyətdə yaranır. Əslində bundan sonra müalicə bizim üçün daha da çətin olur. Ona görə də mütəxəssisə yaxınlaşmaq lazımdır. Amma lensiqalarda məsəl üçün o səthi günəş ləkələri olur. Onlar çox iyi bəcər görsənsə də, onlar çox rahat müalicə olunurlar. Və burada lazerlə 1, 2, 3 proseduradan sonra üz təmizlənir və gündən qoruyucu krem istifadə olunursa, pasientlər gün altında olanda ehtiyat göstərirlərsə, uzun müddətli gözəl bir nəticə ola bilər. Sevinç xanım, bəs cihazlarla olan müalicə, yəni mütəmadiyyən təkrarlanmalıdırmı? Yəni məsələn, inyeksiyalarla olan müalicələr anında effekt verir, amma biz onu mütəmadiyyən də təkrarlanmalıyıq. Bəs cihazlarla olan müalicə necədir? Biz dərhal nəticə görəcəyikmi? Həmin dəqiqə xeyr.
Həmin dəqiqə əslində pasient qızartını görür, bəzən hallarda göyərməni görür, şişkinliyi görür. Belə gözəl nəticəni görmək üçün biraz vaxt lazımdır və siz nəzərdə tutursunuzsa bir prosedura kifayətdirmi ya kurs şəklində aparılasıdır. Bu da yenə diaqnozdan asılıdır. Məsəl üçün bir də dediyim kimi səthi ləkələrdə bir prosedura kifayət olur. Rozasiyadan biz danışırıqsa, burada mütləq kurs müalicə olmalıdır. Və təbii ki, bəzi hallarda hətta birinci proseduradan 2-3 həftə sonra biz kifayət qədər fərq görürük. Pasientlər də görür və təbii ki, əslində həkimlər də belə proseduraları sevir. Niyə görə? Biz özümüzü güclü hiss edirik. Biz özümüzü hardasa da sehirbaz hiss edirik. Biz gözəl nəticəni tez bir vaxtda verə bilirik. Və pasientlər nəticəni görəndən sonra daha ürəkli yanaşırlar və müalicəyə daha rahat gəlirlər. Sadəcə olaraq elə proseduralar var. Məsəl üçün rozasiyada çox vaxtı birinci proseduradan 2-3 həftə sonra 10-15% fərq olur. Bəzi pasientlər onu hiss edir, bəziləri hiss etmirlər. Ancaq ikinci, üçüncü proseduradan sonra kifayət qədər fərq olur və pasientlər daha ürəklə müalicəyə yanaşırlar və o müalicəni təkrarlamağa daha meylli olurlar. Sevinç xanım, bəs lazer cihazları ilə müalicədə uzun müddətli tədavi lazımdırmı? Yəni biz bu müalicəni 1, 3, 5 ildən bir təkrarlamalıyıqmı? Bilirsiniz, o vəziyyətdən asılıdır. Əslində lazer çox tələbkar bir cihazdır. Niyə görə? Lazer problem varsa çox gözəl işləyir. Problem zəif olan yerdə onun o qədər də nəticəli olmur. Bu qəribə bir paradoksdur. Ona görə də lazer bizdən düzgünlüyü tələb edir. Neçə vaxt, bizim nəticəmiz neçə vaxt sürəcək, o çox vaxtı pasientin özündən asılıdır. Yenə də qayıtsaq rozasiyaya, məsəl üçün rozasiyalı pasientlər bizim ümumi məsləhətlərimizi, yəni onların qidalarında, həyat tərzlərində, yuxulara diqqətində mütəmmadi olaraq həyata keçirirlər. Bu bizim məsləhətlərimizə fikir verirlərsə, məsləhətlərimizi yerinə yetirirlərsə, onların uzun müddətli remissiyaları olur. Və bəzən pasientdə onlardan asılı olmayaraq, məsəl üçün rozasiya bilirsiniz ki, stres faktoruna çox həssasdır. Stresdən təkrarlanırsa, onlar proseduralara qayıdırlar və ikinci dəfə gələndə kurs daha qısa olur. Məndə məsəl üçün belə bir xanım var, hansın ildə bir dəfə mənim yanıma yaxınlaşır. Birinci il onda 7 prosedura olmuşdusa, ikinci il 4 prosedura olub, növbəti il cəmi 2 prosedura olub və son 2 ildə məsəl üçün qış sezonu başlayan kimi o yaxınlaşır. Ona görə ki, onda elə qış sezonunun əvvəlində olur. Residiv və bir proseduradan sonra onun vəziyyəti yaxşılaşır. Bir illik biz onu itiririk. Elə bir xanım var, hansının ki, mən 8 il görməmişəm. Yəni, o Azərbaycanda onda ilk biz icra etdiyimiz rozasiyanın lazer müalicəsi prosedurasından sonra xanım kursu bitirəndən sonra, yəni 4 proseduradan sonra daha gəlmədi və indi 8 il keçəndən sonra təzədən gəldi ki, 8 il hər şey gözəl idi və növbəti residiv yalnız bu il oldu. Sevinç xanım, aparat dermatologiyası ilə bağlı yaranan miflər də var ki, bəzi pasientlər buna görə qorxurlar. Bu müalicələrə yanaşmırlar. Məsələn, lazer cihazları xərçəng yaradır, DNT-ni zədələyir, daha sonra dəridə qırışların əmələ gəlməsinə səbəb olur. Bunlar həqiqətən miflərdirmi? Siz bir mütəxəssis olaraq bunlara nə demək istəyirsiniz? Bilirsiniz, Məhəmməd Peyğəmbərin əleyhissalamın bir sözünü istifadə etmək istəyirəm, bir kəlməsini istifadə. Zaman, məkan, şərait. Baxır, hansı lazer? Kimdə, necə, nə vaxt? Düzdür, bir insandakı xərçəng qabağı dəyişikliklər var və onlar müalicəyə əks göstəriş sayılırsa, o pasientdə lazeri tətbiq etmək olmaz. Ancaq son vaxtları, məsəl üçün, bəzi xərçəng problemlərində, xüsusən
bazal karsinoma deyilən ən geniş yayılmış dəri xərçəngində lazer müalicəsi artıq tətbiq olunur. Və bu prosedurların sayı dünyada getdikcə artır. Biz onu tətbiq etmirik. Niyə görə? Ona görə ki, bizim təbabətdə olan göstərişlərə əsasən dəri xərçəngində lazer müalicəsi mümkün deyil. Hələ ki. Yəni bizdə həmin lazer müalicəsini deyirəm. Yəni CO2 lazer artıq tətbiq olunur. Vibim lazer məsəl üçün bizdə hələ ki xərçəng müalicəsində təsdiq olunmayıb. Məsələ bundadır. Mən sizi bəlkə təcrübələndirəcəm, ancaq son vaxtları məlum olub ki, yəni belə bir tədqiqatlar keçirilib ki, lazer prosedurasını keçirən insanlarda dəri xərçəngi daha az tapılır, nəinki lazer prosedurasını keçirməyən insanlarda. Maraqlıdır. Təbii ki, bu tədqiqatlar hələ ki o qədər çox deyil. Mən özüm də çox maraqla izləyirəm. Bu belə deyək, bu mövzu mənim də çox narahat edən bir mövzuydu. 20 il bundan öncə mən təzə lazera başlayanda mən də bu çox narahat edirdi və insanda xərçəng qabağı dəyişikliyi yoxdursa, lazer onu əmələ gətirmir. Düzdür. Bəzi pasiyentlər lazerin nə olduğunu başa düşməyib. Məsəl üçün burada artıq dermatologiyadan yox, estetikadan söz gedir. Bir çox lazer estetik proseduralarını aşırı dərəcədə keçirirlər. Bu başqa məsələ. Biz burada zədədən danışa bilərik. Yəni burada hələ də burada tədqiqatlar gedir. Yəni hələ də bir mənalı cavab yoxdur. Ancaq mən məsləhət görürəm ki, o məşhur geniş yayılmış 3, 4, 5 kurs estetik lazer terapiya kurslarını ehtiyatla yanaşsınlar. Düzgün keçirilir, prosedura düzgün keçirilirsə, lazım olan pasiyentə keçirilirsə, burada hər şey çox gözəl olur, nəticələr gözəl olur və burada belə bir şeydən qorxmaq ehtiyacı yoxdur. Elə bizdə bir hadisə olmuşdu. Mənim kolleqam dermatoloq yaxınlaşmışdı ləkə müalicəsinə. Müayinə zamanı məlum oldu ki, onda ləkələrin biri lentigo malignadır, dəri xərçənginin bir növüdür, melanomanın bir növüdür və burada mən lazer tətbiq etsəydim, təbii ki, o yayılacaqdı, metastaz veriləcəkdi və biz nə düşünəcəkdik ki? Lazer xərçəng törədib. Əslində burada lazerin heç bir gün sadəcə olaraq vaxtında diaqnozu qoyduq və müalicədən vaz keçdik. Ona görə də pasiyent şükür Allaha sağdır, müvafiq müalicə alıb, cərrahi müalicə alıb və indiyənəcən həmişə bütün tələbələrinə də, həmkarlarımıza da deyir ki, ehtiyatlı olun. Sevinç xanım, siz az öncə qeyd etdiniz ki, xərçəng öncəsi dəyişiklikləri biz görüb, ona lazeri tətbiq etmirik. Bəs mənə maraqlıdır ki, dermatoloqlar öncədən, yəni hər hansısa bir test falan istəmirlər. Bəs siz bunu necə müəyyənləşdirə bilirsiniz? Birincisi, dermatoloqlar testləri istəyirlər. Aha. İkincisi, dermatologiyada dermatoskopiya üsulu var və xərçəng qabağı dəyişikliklər, törəmələr varsa, hətta dəri xərçəngi varsa, ən azından biz bundan şübhələnə bilərik. Dermatoskopiya keçirilir və təbii ki, dermatoloqun şübhəsi varsa, burada biopsiya alınır və diaqnoz qoyulur. Diaqnozdan sonra düşünürük necə müalicə olunmalıdır və elə xərçəngə qayıtdıqda unutdum deyim ki, xərçəngin bəzi formalarında, yəni o bazal karsinomada məsəl üçün fotokimya terapiya istifadə olunur və burada da elə işıq əsasında olan cihaz istifadə olunur və o Azərbaycanda da tətbiq olunur fotokimya terapiya. Yəni xərçəng üçün də müvafiq olan bir işıq üsulu. Yəni lazerdə, IPL-də, fotodinamik terapiyada onların hamısının əsasında işıqdır. İşıq üsulu burada mümkündür.
Sevinçxan müəllim, ilk öncəki sualım buydu ki, pasientlər ümumiyyətlə lazer cihazlarından qorxurlar. Təkcə xərçəng olmaqdan yox, yəni onların ağlına fərqli-fərqli ssenarilər də gəlir. Məsələn, qocalacağam, dentim dəyişəcək və ya nə bilim başqa problemlər. Bəs bunlar necə, nə düşünürsüz bunlar barəsində? Bilirsiniz, siz mənə bir pasientimi xatırlatdınız. O gələndə mən ona lazer müalicəsini təklif edəndə çox düşündü. Dedim, problem nədir, nədən qorxursunuz? O dedi ki, lazerin adı pisdir. Yəni mən başa düşürəm ki, yəqin ki, belə miflər yayılıb. Bəziləri hətta düşünür ki, daxili orqanlarda da xərçəng yarana bilər. Bundan təm rahat ola bilərsiniz. Ona görə ki, dermatoloji lazerlər dəridən dərin keçmirlər. Ən dərin təsir edən dermatoloji lazer 8 mm 1 sm arasında dərinlikdə işləyə bilər və təbii ki, heç bir daxili orqanda xərçəng yarada bilməz. Qocalmaq məsələsində də lazer düzgün tətbiq olunursa, burada qocalmaqdan söhbət gedə bilməz. Əksinə fikir vermişəm, bəzi pasientlər hansılarda ki, xroniki problemlərdir. Məsəl üçün melazma olan pasientlər narahat olanda ki, onların müalicəsi uzun müddət olacaq. Onlar 3 il ərzində məsəl üçün 5-6 aylıq kurslar, yəni ayda bir dəfə 5-6 ay ərzində ayda bir dəfə terapiyaya gəlməlidirlər. Həmişə onları sakitləşdirirəm ki, ancaq siz öz yaşıdlarınızdan cavan görsənəcəksiniz. Ona görə ki, adətən lazer əksinə cavanlaşdırma belə deyək xüsusiyyətinə malikdir. Mən eşitmişəm, bəzən olur ki, pasientlərə kurs keçirilir 20-25 prosedura dalbadal. Belə hallarda bəli problem yarana bilər. Ona görə ki, bu aşırı təsirdir. Doktor, o zaman gəlin daha spesifik dəri problemlərindən danışaq. Məsələn, akne. Günümüzdə bir çox insanın əziyyət çəkdiyi bir problemdir və bir çox insan kremlərlə, peelinglərlə bu problemi həll etməyə çalışır. Mənim üçün isə maraqlıdır ki, aktiv akne problemlərini lazer müalicələrlə həll etmək mümkündürmü? Bilirsiniz, mən dediyim kimi akne çox qəliz bir diaqnozdur. Ona görə də akneni hansısa bir vasitə ilə müalicə etmək düzgün də deyil. Son vaxtları daha çox izotretinoin istifadə olunur. Yəni, bu nədir? Bu dərmandır, bu atma dərmandır və əslində bu problemin müalicəsi üçün ən güclü vasitədir. Çox vaxtı elə yalnız izotretinoin qəbulu kifayət olur. Sadəcə olaraq mənim yanaşmamda mən izotretinoini yalnız ağır aknelarda tətbiq edirəm. Digər məsələlərdə aknada kompleks yanaşma olmalıdır. Burada həm yerli müalicə, həm də lazer müalicəsi lazım olursa atma dərmanları da istifadə edirik. İndiyənəcən antibiotiklar da yazılır pasientlara. Düzdür, mən antibiotik müalicəsinin o qədər də tərəfdarı deyiləm. Antibiotika yazanda qısa kursdan yalnız çox aktiv formada, aknenin çox aktiv formasında istifadə edirəm. Sadəcə olaraq o mənim yanaşmamdır və əslində akne müalicəsində bir çox protokollar var. Həkimlərin, hər həkimin öz yanaşması ola bilər. Düzdür, bizdə müəyyən guideline-lar var, hansına ki biz riayət etməliyik. Lazera gəldikdə isə əsas odur ki, pasient lazerla yanaşı hansı müalicəni keçir. Yəni, yerli aktiv kremlar istifadə olunursa və dəri həssasdırsa, təbii ki, o zaman biz lazeri tətbiq edə bilmirik. Pasient izotretinoini yüksək dozada qəbul edirsə, əvvəl izotretinoin zamanı ümumiyyətcə lazer istifadəsi qadağan idi. İndi bu qadağalar artıq tədricən götürülür. Sadəcə olaraq izotretinoin yüksək dozada qəbul olunursa, həmin anda biz lazeri tətbiq edə bilmirik. İzotretinoinin dozası azaldıqca
ya da ki izotretinoin istifadə olunmursa, antibiotiklar, biz fotosensibilizasiya kimi bir anlayışla rast gəlirik. Bəzi dərmanları istifadə edəndə günə qarşı və ümumiyyətlə şüalanmaya qarşı həssaslıq artır. Və bu dərmanların qəbulu zamanı lazer qəti qadağandır. Yəni bu dərmanlar istifadə olunmursa, biz aknaya lazer müalicəsini tətbiq edə bilərik. Elə pasientlər var, hansında ki, biz ümumiyyətcə atma dərmanları artıq istifadə etmirik. Burada yalnız lazer müalicəsi ilə yerli müalicə gedir. Təbii ki, yerli müalicə vasitəsi lazera problem yaratmırsa, yenə də biz seçim etməliyik. Təbii ki, aktiv akne vəziyyətində də lazer istifadə etmək olar. Məsəl üçün PDL lazer, bizim klinikamızda olan Vibim lazerdən söhbət gedirsə, aktiv aknada ən effektiv bir lazerdir. Doktor, akne o qədər geniş bir mövzudur ki, bəzən aktiv aknelər getsə belə, pasientləri ondan sonraki mərhələ post-akne dediyimiz bu ləkələr, çapıqlar daha çox narahat etməyə başlayır və onlar daha çox kompleksə düşməyə başlayırlar. Bəs bu post-akne dövrünü də lazer cihazlarla müalicə etmək olur? Bilirsiniz, təbii ki olur və mən sizə deyim, akne zamanı lazer müalicəsi alan pasientlərdə çapığın sayı və dərinliyi daha az olur. Və təbii ki, burada çapıqlarda da, ləkələrdə də biz lazeri tətbiq edirik və bu problemdə mən dediyim kimi elə əsas rolu lazer oynayır. Yəni aknenin müalicəsində lazer 2-ci dərəcəli idisə də, hətta bəzən 3-cü dərəcəli bir vasitə idisə, post-akne müalicəsində lazerlər əsas rol oynayır. Və biz təzə post-akne çapığından danışırıqsa, burada nəticələr daha yaxşı olur və biz lazer istifadə edəndə istər-istəməz zədə yarada bilərik. Bu zədə yaradılır. Və onun nəticəsi kimi bir də nəticə alınır. Çox qəribə səslənsə də belədir. Sadəcə olaraq təzə akne çapıqlarında daha ehtiyac olmur. O qədər zədə yaratmaq, çox yüngül təsirlə belə biz yaxşı bir nəticə ala bilirik. Nə qədər ki müalicə gecikir, nəticələri almaq o qədər də çətinləşir. Sevinç xanım, çapıqlardan danışmışkən, son zamanlar Türkiyədə məşhurlaşan bir tədavi yöntəmi var. Altın uçluqlu iynə və ya fraksional lazerlər də deyə bilərik. Bunlar necə, çapıqları müalicə edirmi? Bilirsiniz, əslində bunlar son zaman yox, biz artıq onu 20 ilə yaxın ki tətbiq edirik. 20 il olmasa da 15 ildə elə mən istifadə edirəm. Altın iynə, çox güman ki burada RF texnologiyadan, iynəli RF texnologiyadan söhbət gedir. Bəli, müalicə olunur. Sadəcə olaraq çapığın müalicə olunmaq imkanından biz danışırıqsa, bir də dediyim kimi, təzə çapıq, tam formalaşmayan çapıq, yəni ilk 6 ayın çapığı. Biz bundan danışırıqsa, burada imkan var ki, o tam olaraq bərpa olunsun. 6 ay keçdikdən sonra biz bu çapığı müəyyən qədər yaxşılaşdıra bilərik. 70-80 pasientin əslində bərpa imkanlarından bu daha çox asılıdır. Mümkündür. Sadəcə olaraq, bilirsiniz, çapıqdan danışanda burada da yenə kompleks şəkildə yanaşma tələb olunur. Təkcə bir cihaz yox. Mən öz praktikamda 4-5 cihaz istifadə edirəm və bundan əlavə olaraq inyeksiyon metodikaları da tətbiq edirəm. Biz tam olaraq nəticə ala bilək. Yəni belə çıxır ki, əgər çapıqlar uzun müddətlidirsə, pasientlərin gözləntisi o qədər də yüksək olmasın. Gözləntisi yüksək ola bilər. Sadəcə olaraq burada pasientdən tələb olunan bir məsələ burada elə səbirdir və pozitiv yanaşmadır. Sadəcə olaraq burada daha çox vaxt gedir. Nəticə olur. Amma səbir tələb edir. Doktor, mənə maraqlıdır ki, rozaseyadır, damar mənşəli problemlərdir, psoriazdır. Bəs bu kimi xəstəliklərin müalicəsi necə, lazerlərlə mümkündürmü və tədavi müddəti necə olur? Təbii ki, mümkündür. Sadəcə olaraq burada da müalicə kurs şəklində aparılır. Yəni bir dəfiyə nəticə gözləmək məsləhət görmürəm. Yenə ki, bir dəfiyə nəticə olmur.
Ancaq birinci dəfədən sonra belə siz fərqi hiss edə bilərsiniz. Ona görə də son vaxtlar belə pasientlərin sayı çoxalıb. Məsəl üçün 2017-ci ildə gündə 1 ya 2 dəri problemindən olan pasient olurdusa, digər pasientlər estetik problemlə müraciət edirsinizsə, indi mənim iş vaxtımın 80% elə dermatologiyaya həsr olunub. Buna görə çox sevinirəm və estetikdən yavaş-yavaş uzaqlaşıram. Ona görə ki, açığı estetikaya artıq vaxt qalmır. Təkcə psoriazdan, yarazasiyadan söhbət getmir. Biz vitiliqonu da artıq cihazlarla müalicə edirik. Son vaxtları bizdə neurodermit pasientlara da lazer müalicəsini tətbiq edirik və gündən göstərişlər çoxalır. Doktor, elə vitiliqodan söhbət açmışkən, deməli araşdırma edərkən gördüm ki, dermatoloqların özlərinin də mübahisə mövzusudur ki, vitiliqo tam müalicə olunurmu, yoxsa olunmurmu? Bu barədə hələ də geniş müzakirələr var. Bəs bir mütəxəssis olaraq siz nə düşünürsünüz? Ləkələrin tamamilə getməsi və yenidən yaranmaması nəzərdə tuturam. Tamamilə getməsi mümkündür. Yenidən yaranmamağına heç kim söz verə bilməz. Doktor, bəs necə olur ki, məsələn, tədavi olundu, ləkələr getdi. Daha sonra necə olur ki, yenidən əmələ gəlir? Bilirsiniz, indiyənəcən vitiliqanın oyadıcı faktorun nə olduğunu biz dəqiq deyə bilmirik. Ona görə ki, fərqli pasientlərdə bu fərqlidir. Kimdəsə stressdən sonra yaranır, kimdəsə hormonal mübadiləsinin pozulması fonunda yaranır və biz burada dəqiq deyə bilmirik nədən sonra ola bilər. Məndə bir pasient var idi, müalicədən sonra bütün ləkələr tam olaraq bağlanmışdı. Bütün ləkələr. 3 ildən sonra uşaq idi, 12-13 yaşında uşaq idi. 2 ildən sonra əməliyyata düşdü. Əməliyyat 6 saat davam etdi və anası dedi ki, uşaq əməliyyatdan çıxanda həmin yerlər hamısı ağ olmuşdu. 6 saatın ərzində. Yəni biz hələ də bir çox incəlikləri tam olaraq bilmirik. Sadəcə olaraq tədqiqatlar gedir. Bilirsiniz, əslində təbabət elə bir sahədir, harda ki, bizim nə inkişafımız, nə təhsilimiz heç vaxt bitmir. Həkim olmusansa, sən hazırlaşmalısan ki, ömrünün axırınacan sən oxumalısan. Və tədqiqatlar da elə həmçinin. Hər gün biz təzə bir yeniliklər görürük, yeniliklər oxuyuruq. Doktor, siz dediniz ki, vitiliqonun lazerlə də müalicəsi mümkündür. Bəs sizcə lazerlə müalicə daha yaxşıdır, yoxsa digər alternativ metodlar? Mən öz praktikamdan danışa bilərəm. Mən daha çox nəticəni eksimer cihazından almışam. Əslində bu lazer deyil, bu işıq əsasında olan bir cihazdır. Elə lazera oxşar bir cihazdır və mənim praktikamda mən deyə bilərəm ki, elə eksimer lazerlə digər üsulları birgə istifadə edəndə mən daha yaxşı nəticələr əldə edirəm. Dəri problemi dedikdə ağla həmişə xəstəliklə olan problemlər gəlir, amma düşünürəm ki, solğun, quru, cansız dəridə əslində problemli dəri sayılır və bu zaman çox vaxt inyeksiyalarla müalicə etməyə çalışırlar pasientlər. Bəs siz nə məsləhət görürsünüz? Lazerlə də bu tipdə dəriləri müalicə etmək mümkündür? Təbii ki, mümkündür və lazer bəzi hallarda elə dəri problemlərdəki kimi ya əsas metod ola bilər, məsəl üçün genişlənmiş məsamələrdə. Əsas metod burada elə lazerdir. Ya da ki, köməkçi vasitə kimi istifadə oluna bilər. Məsəl üçün quru dəridə. Və əslində o siz demiş solğun, cansız, qırışlanmış dəri baxır nədən irəli gəlir. Bu yaşa uyğun dəyişiklikdirsə, bu xəstəlik deyil. Bu estetik artıq qüsurdur, hansına ki biz təbii ki indi lazerləri tətbiq edə bilirik və çox gözəl və uzun müddətli nəticələri əldə edirik. Sadəcə olaraq bəzən bu erkən yaşlaşma prosesidir. Burada təbii ki, həm lazer istifadə olunmalıdır, həm də pasient lazerdən öncə müayinədən keçməlidir ki, dəqiqləşdirilsin bu nədən irəli gəlir.
Ona görə ki, çox vaxt pasientlər razı qalırlar ki, gəlsinlər, hansısa bir prosedura keçsinlər, ya inyeksiyon prosedura, ya lazer prosedurası və sonra qulluq haqqında unudurlar. Mənim özümə məsəl üçün gələndə mənim üçün elə estetik problemlərin həllində əsas rolu lazer oynayır. Xüsusən elə qırışmış dəridə ya lazer ya da fraksion RF texnologiya burada məsəl üçün çox gözəl nəticə göstərir. Solğun, yorğun üzlərdə təkcə dəri deməzdim. Yəni solğun, yorğun üzlərdə isə HIFU texnologiyasına daha çox üstünlük veririm. Doktor, gəlin onda səmimi olaq. Sizin üçün bəs hansı metod daha yaxşıdır? İnyeksiya yoxsa cihazlarla, lazer cihazlarla müalicə? Siz olsanız hansını seçərsiniz? Onda mən dermatoloq kimi başqa bir sual verərəm. Gəlin dəqiq olaq. Hansı problemi deyirsiniz? Yəni hər problemin özünə uyğun metodu var. Biz mimiki qırışlardan danışırıqsa, məsəl üçün estetikada, burada təbii ki, əsas rol botulotoksin oynayacaq. Biz genişlənmiş məsələlərdən danışırıqsa, burada lazer olacaq. Biz post-akne çapıqdan danışırıqsa, burada lazer və onunla yanaşı iğnə proseduraları, inyeksiyon proseduradır. Biz akneden danışırıqsa, müalicə, klassik müalicə və onunla yanaşı lazer prosedurasıdır. Gemangiomadan danışırıqsa, burada yalnız lazer prosedurasıdır. Otonevusdan danışırıqsa, yalnız lazer prosedurasıdır. Hər birinin individual yanaşması. Təbii. Və professional yanaşma. Sevinç xanım, sizin 28 illik təcrübənizdə sizi ən çox təəccübləndirən lazer texnologiyası hansı olub? Dermatologiyanı nəzərdə tuturuq, yoxsa estetikanı? Hər ikisini. Dermatologiyada PDL lazer. Niyə? Ona görə ki, bir çox problemlərdə biz onu istifadə edə bilərik. Həm çapıq müalicəsində, həm psoriaz müalicəsində, həm hemangioma müalicəsində, həm kontagiyoz mollusk müalicəsində və mən bu siyahını davam edə bilərəm. Yəni ən universal lazerlardan biridir. Mən demişdim ki, hər bir xəstəlikdə eyni lazer istifadə etmək olmaz. Sadəcə olaraq bu qədər patologiyanı bir lazerlə biz müalicə ediriksə, çox nadir bir lazerdir. Estetikadan danışırıqsa, təəccübləndirən fraksion lazer olub. Bilirsiniz, sizin nəsliniz artıq daha yəqin ki, xoşbəxtdir, ona görə də yəqin daha tələbkardır. 28 il öncə mənim yanıma gələn pasientlər, məsəl üçün çatlarla, çapıqlarla gələn pasientlara mən daha çox psixoloji dəstək göstərirdim. Ki, bununla barışıb yaşamalısınız. İndi gələn pasientlara mən deyirəm, mən sizə kömək edə bilərəm. Sizin yaşıtlarınız mənə deyir, mən 6 ay gözləməliyəm. Mənim yaşıtlarım deyirdi, doğrudan da imkan var müalicəyə. Ona görə bizim üçün möcüzə olan sizin üçün artıq adi həyatdır. Sevinç xanım, ona görə də çoxları deyir ki, bizim yaşımızda belə şeylər yox idi. Tamamilə haqlısınız. Bizim yaşımızda belə şeylər yox idi. Yəni, mən birinci dəfə çatların müalicəsində effekt görəndə özüm öz gözümə inanmamışdım. Mən birinci dəfə görəndə ki, PDL lazerlə 1-2 proseduradan sonra şərab ləkəsi nə dərəcədə açılır, mən təəccüblənmişdim. Əslində PDL lazer o vaxtları var idi, yəni xaricdə istifadə olunurdu. Bizdə yox idi. Biz siz necə fantastik kitabları oxuyursunuz, fantastikanı? Biz onu fantastika kimi hesab edirdik. Şərab ləkəsini müalicə etmək üçün Azərbaycandan pasientlər gedirdi əvvəllər xaricə, sonra Rusiyaya və son artıq neçə ildir ki, biz bu müalicələrin hamısını Azərbaycanda keçirə bilərik. Hətta artıq bizi bəzən dəvət edirlər ki, xaricdə təlim keçirək. Doktor, artıq pasientlər daha şanslıdır. Təbii ki, daha şanslıdırlar və onların bu üsulu istifadə etmək imkanları olmağı doğrudan da böyük bir irəliləyişdir. Doktor, sonuncu sualımızla yekunlaşdırmaq istəyirik. Sonda izləyicilərimiz üçün bir dermatoloq olaraq bir məsləhətiniz olsa nə olardı bu? Vaxtında həkimə müraciət etmək. Bəs necə aşkarlasınlar ki, o vaxtdır? Bilirsiniz, problem yaranıbsa,
deməli vaxt gəlib. Gözləməyə ehtiyacı yoxdur. Yəni biz gözləyirik. Adətən necə olur bizdə? Biz bir gün gözləyirik, 2 gün gözləyirik, 3 gün gözləyirik, 1 həftə, 2 həftə, 1 ay, ay yarım. Əsas 3 aydan sonra yaxınlaşırlar pasientlər. Bir problem ki, 1 həftə ərzində həllini tapmayıb, Artıq yaxınlaşmaq lazım. mütləq. Əslində mənim qızım dərhal həkim qızı olduğuna görə o dərhal zəng eləyir, soruşur, müraciət edir. Onun üçün o problem sayılır. Çox onun rəfiqələrin çoxsu onu başa düşə bilmirlər. Sadəcə olaraq o mənim yanımda böyüdüyünə görə görüb ki, hansı böyük problemlər xırda bir məsələdən başlayırlar. Çox sağ olun Sevinç xanım. Çox sağ olun ki, çox maraqlı söhbət oldu. Təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyiniz Mən üçün. sizə təşəkkür edirəm. Əziz izləyicilər, Araş Kompaniyasının sponsorluğu ilə çəkilən dərindən söhbətləri izlədiyiniz üçün təşəkkür edirik. Özünüzə və dərinizə yaxşı baxın. Hələlik.